Artıq bu otları biçməyin vaxtı gəldi. Yeri gəlmişkən Zaqatalada gicitkana cincar deyirlər və ondan kətə bişiririk. Mən isə Qarabağa gəlin gəlmişəm. Qarabağdan, Xocavənd rayonundan hamınıza salamlar. Biz qaydaq mövzumuza. Sənan bu yeni oyuncağını nəhayət bugün işlədə biləcək. Amma hər şey düşündüyümüz qədər bəsit olmadı. Bir gününü onu yığmağa ayırmışdı. Bugün işdən gələn kimi başladı qalan hissələrini düzəltməyə. Hər şey hazırdır deyib götürüb aşağı düşdük. İndi bunun içinə benzinini, yağını tökmək problemi oldu. Nə qıf butulkaya uyğun gəldi, nə də yağı çəkməyə böyük şprisimiz yox idi. Hər birini videoda gördüyünüz üsullarla həll etməyə çalışdıq. İzləyicilərimiz üçün də bir sağlıq dedik və motoru işə saldıq. Motoru işə salmaqla da həll olmadı hər şey. İndi də çarx fırlanmadı. Dosta zəng etmək lazımdır deyib anamgilə yığdıq. Atamın artıq ustalıq bacarıqlarından xəbərdarsınız. Belə şeylərdən də başı yaxşı çıxır. Sağ olsun kömək etdi. Nəhayət çarxı da fırlaya bildik. Hava qaraldığı üçün bu dəfə çox yerə edə bilmədik. Amma bilirsiniz, yeni fərələrimizə gedən yolu açmalıyıq. O da növbəti videolarda olacaq. Videonu bəyənib bizi izləməyi unutmayın.